Salam dostlar, bugün sizlə bir yerdə başqa bir sınağa nəzər salacağıq. Deməli, 31-ci sualdan başlayaq. Xətti böyütməsi 3 olan toplayıcı linzada cismin xəyal alınmışdır. Cisimlə xəyal arasındakı məsafə 120 sm olarsa, cisimlə linza arasındakı məsafə nə qədərdir deyir. Deməli, cisimlə xəyal arasındakı məsafə əvvəlcə biz bilirik ki, cisim məsafəsi ilə xəyal məsafəsinin cəminə bərabərdir. Deməli, D üstəgəlsin F bərabər olacaq 120 sm. Bu qalsın bir kənarda. Xətti böyütmə qammadır. Qamma bərabərdir F bölünsün D-dir. Və sualın şərtində xətti böyütməni 3 veriblər bizə. 3 bərabər olacaqdır F bölünmüş D-yə. Deməli, F bərabərdir 3D yazmaq olar dostlar. Onda F-in əvəzinə 3D yazacağım bu tənliyimizdə. D üstəgəlsin 3D bərabərdir 120. 4D bərabərdir 120-yə şagirdlər, deməli D də bərabər olacaq neçəyə? 30 sm məsafəyə cavabımız olacaq B variantı. Cisimlə linza arasındakı məsafə D hərfi ilə işarə olunur. Deməli tapdığımız cavab doğrudur. Digər sualımız 4-cü qrup element silisiuma hansı qrup elementi aşkar kimi qatıldıqda N tip kesircilik alınar? N tip, yəni negativ. N burada negativ mənasındadır. Negativ nə deməkdir dostlar? Mənfi deməkdir. Mənfi ola bilməsi üçün elektronların sayı deşiklərin sayından çox olmalıdır. Deməli, gələn aşkarın valentliyi yarım keçiricinin valentliyindən böyük olması lazımdır. Cavabımız olacaq D variantı. 33-cü sualda yazıb ki, sabit temperaturda doyan buxar. Sabit temperatur sözünü gördük burada və doyan buxardır. Doyan buxarda ipucu sözümüz nə idi dostlar? Napor yazırıq. Napor ailəmizdir. Bu ailənin başçısı kimdir? Temperaturdur. Yəni konsentrasiya, təzyiq və sıxlıq yalnız temperaturdan asılıdır. Əgər temperatur sabitdirsə, onda bu üç kəmiyyətin üçü də sabit olacaqdır. A variantı düzgün cavabdır. 34-cü sualda yazıb ki, üfüqi səthdə hərəkət edən M kütləli cismin üzərinə 2M kütləli yük əlavə edib hərəkət etdirsək, sürtünmə əmsalı necə dəyişər? Sürtünmə əmsalı bildiyiniz kimi yalnız toxunan səthlərin materialından və onların cilalanma səviyyəsindən asılıdır. Qalan kəmiyyətlərdən asılı deyil. Mayenin səthi gərilmə əmsalının vahidi hansı variantda doğru verilmişdir? Səthi gərilmə əmsalı sigma bərabərdir F bölünsün L düsturu ilə hesablanır. F Newtondur. Bilirsiniz, uzunluğunda vahid metrdir. Ona görə də cavab olacaq B variantı Newton bölünsün metr. 36-cı suala gəldik şagirdlər. Kondensatorlar batareyasının ümumi tutumunu hesablayın yazılıb. Deməli, kondensatorlar rezistorların əslində tərsinədir. Yəni, kondensatorlar ardıcıl birləşəndə toplanmır şagirdlər. Paraleldə toplanır. 12 və 12 ardıcıl birləşib. Ardıcıl birləşəndə əgər tutumları eynidirsə, kondensatorların sayına bölürük. Yəni, 12-ni böləcək 2-yə. Deməli, buradan verəcək 6. Yuxarı isə verəcək bizə 6. Aşağıda da 6 var. 6 artıq bir-birinə paraleldir. Paraleldə tutumları toplayırıq. B variantıdır. Bəzən şagirdlər burada ardıcıl birləşmədə sayına bölmək yaddan çıxmış ola bilər, amma ardıcıl birləşmədə qaydamız necə idi? Bir-birinə vururuq. 2 dənə tutum olduqda, 2 kondensator veriləndə bunu tətbiq eləmək olar. 12 isə gəlsin 12 və bu şəkildə də həll edə bilərsiniz şagirdlər. 12-nin kvadratı, yəni 12 bölünsün, 2 vurulsun 12 yazırıq. 12-lər ixtisar gedir, o deyəcək 6. Yəni istənilən variantda düzgün cavabı ala bilərsiniz şagirdlər. Əsas odur ki, rezistordan səhv salmayasınız. Digər sual, düz xətli bərabər sürətlə enən 10 qram kütləli yarpağın təcilini hesablayın. Çox can yandıran suallardan biri daha. Nədir burada problemimiz şagirdlər? Şagird orada təcil sözünü falan görəndə istər-istəməz çalışır ki, təcil haqqında düstur yazmağa çalışaq və sualı bitər, həll eləməyə çalışaq. Ay, nə bilim, ağırlıq qüvvəsi var, müqavimət qüvvəsi var. Bu kimi şeylər vaxt tapanan şeylərdir. Səhv yazmağımızın səbəbi sualı çox da düzgün oxumamağımızdır. Sualın başlanğıcında yazıb ki, düz xətli bərabər sürətlə balaca bir söz bizim burada variantımıza təsir edəcək. Birbaşa 0 yaza bilərik. Bərabər sürətlə hərəkətdə təcil 0-a bərabərdir. 38-ci sual PM bölü RT. Birbaşa bilənlər də vardır. Yəqin ki, bu PM bölü RT artıq MK-ində qazın sıxlığının düsturudur. Rho bərabərdir PM bölünsün RT. Hardan gəldiyini bəlkə bilmək istəyirsiniz. PV bərabərdir
M bölü MRT ifadəsi Mendeleyev-Clapeyron düsturudur. Sıxlıq, yəni rho bərabərdir M bölünsün V-dir. Bu düsturda M-i V-yə böləndə geriyə nə qalır? PM bölünsün RT. Bu ifadə Mendeleyev-Clapeyron düsturundan alınan bir yeni düsturdur. 39-cu sualda yazıb ki, dəyişən cərəyan dövrəsi və aktiv müqavimət. Yenə sualların şərtindəki bəzi sözlər bizim üçün əslində vacib sözlərdir. Onların altından xətt çəkirik. Aktiv müqavimət isə xatırlayıq ki, cərəyan şiddət rəqsləri ilə gərginlik rəqsləri eyni fazada rəqs edir. Ona görə də A variantı olacaq şagirdlər. Keçirik növbəti sualımıza. 40-cı sualda yazıb ki, rəqsləri, elektronik rəqsləri müşahidə etmək üçün istifadə olunan qurğu osiloqrafdır. Generator şagirdlər digər variantlara da baxıb təkrar eləmək olar. Generator dəyişən cərəyan rəqsləri əldə edən qurğudur. Termistor temperaturu ölçən qurğudur. Transformator gərginliyi artırıb azaltmaq üçün, reostat isə cərəyan şiddətini artırıb azaltmaq üçün istifadə olunan qurğulardır. 41-ci sualda yazıb ki, nöqtəvi elektrik gücünün yaratdığı elektrik sahəsinin verilmiş nöqtələrində potensialları müqayisə edin. Elektrik potensial haqqında sözümüz budur ki, intensivlik xətləri istiqamətində getdikcə potensial azalır. Mənfi üçün intensivlik xətləri hamımız bilirik ki, mənfiyə daxil olan istiqamətdədir. Əgər intensivlik xətlərini çəksək bu formadadır. Bu istiqamətdə potensial azaldığına görə, deməli, Φ2 və Φ3 eyni çevre üzərindədir, bərabərdir. Böyük olacaq Φ1-dən. Çünki ox istiqamətində dediyimiz kimi azalır. 1 mənfi 3-ə daha yaxındır. Cavabımız olacaq burada D variantı. Birinci kiçikdir, 2 və 3 bərabərdir. 42-ci sual. 8 kiloqram kütləli cisim şəkildəki maye səthində tarazlıqdadır. Cismə təsir edən Arximед qüvvəsini hesablayın. Arximед qüvvəsi cisimlər üzən hallarda ağırlıq qüvvəsinə bərabərdir. Çünki hazırda gördüyünüz cismə 2 qüvvə təsir göstərir. Aşağıya doğru ağırlıq, yuxarıya doğru F Arximed. Ona görə də tarazlıqda olduğu üçün F Arximed bərabərdir mg yazmaq olar. M 8, J də 10-dur. 8 vur 10, 80 Newton olacaq. Doğru cavab D variantıdır şagirdlər. 43-cü sualda yazıb ki, Lorentz qüvvəsinin istiqamətini tapın. Lorentz və Amper qüvvələri sol əl qaydası ilə əslində istiqamətləri tapılır. Sol əlimizi tuturuq, maqnit induksiya ovucumuza daxil olmalıdır. Ovucumuzun içərisi bizə doğru baxacaq. 4 barmaq sürətli istiqamətini göstərəcək. Bu zaman yuxarı doğru asılmış baş barmaq, yəni perpendikülər asılan baş barmaq qüvvənin istiqamətini göstərəcək şagirdlər. Cavabımız olacaq A variantı. 44-cü sualda yazıb ki, yer səthindən hansı hündürlüyə qaldırdıqda ona təsir edən ağırlıq qüvvəsi 64 dəfə azalar. Bunların bir qaydası var ki, kök altına salıb birbaşa 1 çıxırsınız bu türlü suallarda. Niyə? Çünki yer səthi üçün ağırlıq qüvvəsinin düsturunu bilirsiniz. JMN bölünsün R kvadratı, doğrudurmu? Hər hansı bir hündürlüyə qalxanda JMN bölünsün R plus H-ın kvadratı yer səthindən hündürlüyü olduqda ümumi məsafə yerin radiusundan həmin hündürlüyün cəminə bərabər olmalıdır. Yer səthindəki qiymətdən müəyyən qədər az olacaq. İndi yazıb ki, ağırlıq qüvvəsi 64 dəfə azalsın. Əgər qüvvənin 64 dəfə azalmasını istəyiriksə, onda burada məsafə nə etməlidir? 8 dəfə artmalıdır, doğrudurmu? Məsafənin 8 dəfə artması üçün, yəni R plus H nəyə bərabər olmalıdır? 8 R-ə bərabər olmalıdır. Onda H bərabərdir 7 R olacaq. Doğru cavab olacaq D variantı şagirdlər. Dediyim kimi sürətli formada əldə etmək istəyirsinizsə, neçə dəfə azalır deyəndə onu kök altına salırsınız. Kök altına 64, çıxılsın 1. Ona görə də cavab olacaq 7. Yanına da R-i yapışdırırsınız. Olur sizin doğru cavabınız. 45-ci sual yazıb ki, hansı halda qabarıq güzgü qarşısına qoyulan cismin xəyalı, mövhumi və düzünə alınlar yazılıb şagirdlər. Deməli, qabarıq güzgü qarşısına qoyulan cisimdən söhbət gedirsə, qabarıq güzgüdəki xəyallar bilirsiniz ki, səpici linza ilə eynidir. Ona görə də bütün hallarda, səpici linzada yadınıza salmağa çalışın, bütün hallarda xəyal mövhumidir, düzünədir və kiçildirmişdir. Eyni sözləri qabarıq güzgü üçün də deyə bilərik. Qabarıq güzgüdəki bütün hallar əslində mövhumidir, düzünədir və kiçildirmişdir. Dəyişən cərəyanın tezliyini 75% azaltdıqda induktiv müqavimət necə dəyişər? İnduktiv müqavimət, söhbət induktivlikdən gedir. XL bərabərdir omega vurulmuş L-dir düsturumuz.
Dəyişən cərəyanın tezliyini 71, bir şeyi 75% azaltmaq onun 4 dəfə azalması deməkdir. Əgər tezlik 4 dəfə azalarsa, onda induktiv müqavimət də 4 dəfə azalar şagirdlər. Bu formada izah yazanda dostlar bəzən sual verir ki, tezlik deyirdi müəllim, siz omeqanın yanına yazdınız. Omega da bilirsiniz dostlar dairəvi tezlikdir. Tezliklə dairəvi tezlik düz asılıdır. İstəsəz tezliklə də yaza bilərik. 2 pi nü L eyni cavab alacaqsınız. Amma tezlik deyiləndə birbaşa ilə omeqanı da götürüb yazmaq olar. 47-ci suala gəlirik şagirdlər. Soruşur ki, lampada ayrılan gücü hesablayın, sabit cərəyan dövrəsidir gördüyünüz kimi. Ona görə də daha doğrusu sabit cərəyan dövrə hissəsidir. Gücün düsturu P bərabərdir. Verilən qiymətlər əsasən O kvadratı bölünsün R seçmək məsləhətdir. 8-in kvadratı bölünsün 4, o da bərabərdir 16 watt. Doğru cavab olacaq C variantı şagirdlər. 48-ci sualda yazıb ki, işıq şüası vakuumdan sındırma əmsalı 2 olan mühitə keçdikdə sürəti nə qədər olar? İşıq sürətinin vakuumdakı qiyməti mütərizdə bu balaca C formasındadır. Deməli, vakuumda ən böyük sürətini alırsa, hər hansı bir mühitə keçəndə işığın sürəti azalması lazımdır. Onun neçə dəfə azaldığını göstərən kəmiyyət sındırma əmsalıdır. Yəni, V bərabərdir C bölünsün N. 3 vurulsun 10 üstündə 8-i böləcək 2-yə bizə verəcək 1,5 vurulsun 10 üstündə 8 dostlar. Amma diqqətli olmaq lazımdır, bu arada onu da qeyd edeyim. Yəni, sındırma əmsalı 2 olan mühitə keçəndə, məsələn, tezlik necə dəyişər sual olsaydı, nə deyərdik? Dəyişməz. Çünki bir mühitdən digərinə keçəndə perioddur, dövri tezlikdir və tezlikdir. Baxın şagirdlər, hər hansı bir dalğa bir mühitdən digərinə keçəndə bu parametrlər dəyişməyəcəkdir. 49-cu suala keçək. Verilmiş sarğazdan deyir, keçən cərəyan şəddini 2 dəfə artırdıqda maqnit seli 4 mV artmışdır. Maqnit selinin başlanğıc qiyməti hesablayın. Maqnit seli və cərəyan şəddi arasındakı düsturu yazmaq məsləhətdir. Fi bərabərdir L1 olsun. Əgər cərəyan şəddi 2 dəfə artıbsa, onda maqnit seldə nə etməlidir şagirdlər? 2 dəfə artmalıdır. İndi yazıb ki, maqnit seli həm də 4 mV artıb. Yəni, maqnit seli 4 mV artdıqda 2 dəfə artmış olur. Yəni ki, maqnit selinin üzərinə 4 gələndə, 4 gəlmişi üzərinə və o nə edib? 2 dəfə artıb, 2 fi. Ona görə də fi'nin özü bərabər olacaqdır. Nəyə burada? 4 mV-ə cavabımız olacaq B variantı şagirdlər. 50-ci sualda yazıb ki, paralel lövhələr arasında sükunətdə olan 2 qram kütləli damcıya elektrik sahəsi tərəfindən təsir edən qüvvənin qiymətini hesablayın şagirdlər. Maraqlı suallardan biridir. Ümumiyyətlə, bu söz bizim üçün vacibdir. Yenə altından xətt çəkəcəyik şagirdlər. Sükunət sözünü gördük. Tarazlıqdır, sükunətdir. Baxın, bu kimi sözlər ipucu sözlərdir. Sükunətdə olmaq o deməkdir ki, əvəzləyici qüvvə 0 olacaq. Əvəzləyici qüvvənin 0 olması o mənaya gəlir ki, bu cismə aşağı doğru təsir edən qüvvə yuxarı doğru təsir edən qüvvəyə bərabər olmalıdır. Biz aşağı doğru olan qüvvəni bilirik. Hansı ki, bu ağırlıq qüvvəsidir. Yuxarıya doğru elektrik sahəsindən təsir edən qüvvə də elektrik qüvvəsi deyək də, F elektrik. Və bunlar bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. F elektrik bərabərdir M vurulmuş Y-yə. Onda M nə qədərdir? 2 qram. 2 qram bilirsiniz ki, 0,2 kiloqramdır. Vurulsun 10 eləyəcəkdir. 0,2 Newton doğru cavab olacaq. A variantı şagirdlər. Bir şey də əlavə edeyim burada. Bəzən soruşur ki, burada bu damcının elektrik yükü necədir? Yəni işarəsi nədir? Müsbətdir yoxsa mənfidir? Şagirdlər yadınızda saxlayın. Tarazlıqdadsa hər zaman yük aşağı hissənin, yəni döşəmənin yükü ilə eyni olmalıdır. Bura mənfi olmalıdır. Nəyə görə? Çünki bu mənfi olmalıdır ki, yuxarıya doğru bir cəzb etmə qüvvəsi olsun. Çünki ağırlıq onsuz da aşağıdır. Bizi yuxarı doğru dartan bir qüvvə olmalıdır ki, tarazlıqda qala bilək. Deməli, hər zaman damcının yükü döşəmənin yükü ilə eyni olması lazımdır. 51-ci sual yazıb ki, istilik vermədən cismin daxili enerjisinin dəyişməsi mexaniki iş görmə adlanır, bilirsiniz. Çünki daxili enerjinin dəyişməsinin 2 yolu mövcuddur. Onlardan biri istilik vermədir, digəri isə mexaniki iş görmədir. İstilik vermənin də öz növbəsində istilik keçirmə, konveksiya və şüalanma kimi növləri var. Konveksiya haqqında da maraqlı bir sözümüz nədir? Konveksiyada maddə daşınması baş verir. Yeganə daxili enerji dəyişməsi oldu ki, orada maddə daşınması baş verir. Şüalanmanın özü də bir istilik vermə növüdür. Şüalanma isə işıq sürəti ilə yayıla bilən
elektromaqnit dalğalar deməkdir. 52-ci sualda yazıb ki, Venn diaqramında uyğun bəndləri qeyd edin. Mexaniki dalğa və elektromaqnit dalğa öyrədici bir sualdır əslində. Çünki bilirsiniz ki, şagirdlərimizin çoxsu bu dalğaları qarışdırırlar bir-birinə. Yazıb ki, birincidə bir mühitdən digərinə keçdikdə tezliyi dəyişmir. Bayaqlarım qeyd elədik bunu. Bir mühitdən digərinə keçən istənilən dalğanın tipini, yəni T-si, omegası, nüsü dəyişmir. Deməli, bir gedəcək ortaya. Havadan suya keçdikdə sürət artır. Çətin hissə buradadır. Havadan suya keçəndə şagirdlər bilirsiniz ki, mühitin sıxlığı artmış olur. Mexaniki dalğalar sıx mühiti sevir. Ona görə də qazdan mayeyə və ya mayədən bərkə keçdikdə, yəni mühitin sıxlığı artdıqda, onların sürəti də nə edəcəkdir? Artacaqdır. Deməli, bu 2-yə aiddir. Havadan suya keçdikdə sürəti azalır. Bu da elektromaqnit dalğadır. İşıq şüası bilirsiniz, ən böyük sürətini harda alır? Vakuumda alır. İşıq vakuumdan, məsələn, havadan suya keçdikdə deyirik, sürəti nə edəcəkdir? Azalacaqdır. Çünki işıq mühiti sevmir. İşıq ən yaxşı vakuumda yayılır. Bütün elektromaqnit dalğalar haqqında da eyni sözə demək olar. Çünki işığın özü də bir elektromaqnit dalğadır. 2, 1, 3 doğru cavabımız olacaq şagirdlər. Y variantı. 53-cü sualda yazıb ki, fokus məsafə 0.5 metr olan linzanın optik qüvvəsini isə dioptriya olar. Optik qüvvə D hərfinə işarə olunur. Fokus məsafəsinin tərsidir. 1 bölünsün 0.5 bərabərdir 2. Dioptriya yazmaq olar şagirdlər. Asan suallardan biri idi. 54-cü sualda yazıb ki, bir periyod ərzində gedilən yolu tap, radiusda veriblər 4 metr. Bir periyod ərzində gedilən yol əslində elə bir tam çevrədir, doğrudurmu? Bir periyodda biz, məsələn, A nöqtəsindən deyək ki, saat əqrəb istiqamətində başladıq. A nöqtəsindən fırlanıb yenidən hara gələcək ki, A nöqtəsinə. Bir periyod ərzində gedilən yol çevrənin uzunluğudur. 2pi r bərabərdir. Pi-nin qiymətini üst veriblər. Radiusumuz 4'tür. 6 vur 4 bərabərdir 24 metr olacaq şagirdlər. 55-ci sualda yazıb ki, 4 saniyə ərzində naqildən keçən yükün miqdarını hesablayın şagirdlər. Cəryan şiddətinin zamandan asılıqdır. İnsan nə etmək istəyir burada? Təbii ki, düstur yazmaq istəyir. Q bərabərdir İT-yə, E-nin yerinə 0.2, T-nin yerinə 4 yazır. 0.8 tamamilə səhvdir şagirdlər. Çünki hasil varsa nə var? Sahə var. Eğer bir düstur yazırsınız, mesela burada yazdık düz değil mi? Q bərabərdir İT. Baxırsan ki, burada hasil var. Hasil varsa orada dayanırsan, stop verirsən və fiqurun altında qalan sahəni araşdırırsan. Bu fiqur üçbucaqdır. Üçbucağın sahəsini tapmaq üçün 0.2-ni 4-ə vuracağıq. 2-yə böləcəyik, eləyəcək 0.4 klon yük şagirdlər. Fiqurların sahələrini diqqət edin. Məsələn, digər nümunələri çoxaltmaq olar. S bərabərdir VT. VT qrafikində altda qalan fiqurun sahəsi. Yer dəyişməni bir, məsələn, işin düsturu güclə olan A bərabərdir NT. NT qrafiki varsa, fiqurun sahəsi tapılır ki, işi neyniyək? Tapaq. Keçək növbəti sualımıza. 56-cı sualımız buradadır. Maraqlı suallardan biridir. Termistoru qızdırdıqda. Deməli, əvvəlcə nəyə diqqət edirsiniz şagirdlər? Bir elektrik dövrəsində aşağıda galvanik element varsa, anında onu qeyd edin ki, yazacağın düsturlarda epsilon iştirak etməlidir. Yəni galvanik elementin rolu görünməlidir burada. Bax, bunu unutmayın. Aşağıda galvanik elementimiz var. İndi suala başlayaq. Termistoru qızdırdıqda, termistoru qızdırdıqda termistorun müqaviməti nə edəcəkdir şagirdlər? Azalacaqdır. Termistor yarım keçiricidir. Yarım keçiricilərin müqaviməti temperaturdan tərs asıldır. Deməli, müqavimət azaldı. Müqavimət azalanda cəryan şiddəti haqqında danışaq. Çünki ampermetr və voltmetr istəyir. Cəryan şiddəti I bərabərdir. Epsilon bölünsün R üstə gəlirdi. Galvanik elementimiz mənbədir. Yəni, epsilonla balaca R burada sabit qiymətlərdir. Müqavimət azaldığına görə cəryan şiddəti artacaqdır. Deməli, birinci ifadə doğrudur. Keçirik gərginlik məsələsinə. Gərginlik, yəni U bərabərdir. Epsilon çıxılsın yer düsturu ilə tapılır. Yenə fikir versinizsə, epsilonun iştirakı ilə düstur yazdım. Epsilon və R sabit qiymətlərdir. Biz öyrəndik ki, cəryan şiddəti artıb. Cəryan şiddəti artanda qabaqdakı mənfi onu göstərir ki, gərginlik azalacaq. Deməli, voltmetrin göstərişi azalacaq. Doğru cavab olacaq 1 və 4. Bunu unutmayın dostlar. Galvanik elementi hər zaman suallar düşəndə işarətləyin və düsturları ona uyğun yazmağa çalışın. 57-ci sualda deyir ki, dostlar, verilmiş kütləli
bir atomlu ideal qazın təzyiqinin temperaturdan asılılığıdır və uyğunluqları müəyyən etmək lazımdır. Məsələn, AB hissəsində danışmağa çalışaq. AB hissəsinə görə ki, temperatur artır. Yəni bu proses əslində izoxor prosesdir. PT-dən düz asıldı. A-dan B-yə izoxordur. İzoxor prosesdə həcm sabitdir və həcm sabitsə görülən iş sıfıra bərabərdir. B variantını bura qeyd etmək olar. İkinci hissəyə keçək, BC hissəsi. Ad qoymağa çalışaq. B-dən C görürsünüz, P-nin xəttini kəsir burada. İzobar qızmadır. İzobar proseslərdə iki ad olur bilirsiniz. Həm qızma, həm də genişlənmə də demək olar. İzobar qızma və izobar genişlənmədir. Genişlənmə prosesində bilirsiniz ki, həcm artır. Həcm artdıqda konsentrasiya azalır. Ona görə də C variantını 2 üçün yaza bilərik. C-dən D-yə doğru getdiksə temperatur sabitdir. Temperatur sabitdir. Təzyiq azalırsa həcm artır. İzotermik genişlənmə prosesidir. İzotermik genişlənmədir və burada da təbii ki, daxili enerji dəyişmir yaza bilərik. A variantını bura qeyd eləmək olar. D variantı haqqında isə danışanda D variantı gördüyünüz kimi heç bir hissəyə getməyəcəkdir. Çünki həcmin azaldığı hissə burada yoxdur. Və sualın yəqin ki, nəzərindən qaçan bir şey də budur ki, konsentrasiya azalır deyəndə burada biz izotermik genişlənmə dedik, həm də CD hissəsinə uyğun gəlir. Yəni AC getməli. Düzdür, yəni indiki suallarda iki variant bir cavaba gedə bilməz, amma bu sual üçün bunu yazmaq olar. 58-ci suala davam edəsək, yazıb ki, iki mühitin ayrılmaz sərhəddinə düşən işıq şüası çəkilmişdir. Sınan şüanın mümkün trayektoriyasını çəkin. Bu tipli suallar gələndə şagirdlər öncə məsləhət olan nədir? Deməli, əvvəlcə bu xəttin uzantısını, yəni düşən şüanın uzantısını düz formada, elə gəldiyi istiqaməti dəyişmədən qırıq-qırıq xətlərlə çəkməyə çalışın. Yəni, belə deyək ki, bu formada getməli idi əslində. İndi mümkün trayektoriyanı çəkməyə çalışacaq və baxırıq ki, N1 N2-dən kiçikdir. Yəni, N1 daha seyrək mühitdir. Bura yazmaq olar seyrək. N2-nin sındırma əmsalı çox olduğuna görə bura daha sıx mühitdir dostlar. Əgər sıx mühitdirsə, onda belə çıxır ki, o normala yaxınlaşmalıdır. Normala yaxınlaşması nə deməkdir? Öz yolundan normala doğru meyl eləmək deməkdir, düzdürmü? Ona görə də bu formada meyl eləyəcək şagirdlər və mümkün trayektoriyası bu formada olacaq. 59-cu sualda yazıb ki, dəyişən cəryan mənbəyinə qoşulmuş ampermetrin göstərişini hesablayın. Deməli, ampermetrin göstərişini tapmağımız üçün biz bilirik ki, əvvəlcə I bərabərdir U bölünsün R düsturundan əslində bütün müqavimətlər iştirak etdiyinə görə U bölünsün Z yazmalıyıq. Dəyişən cəryan dövrəsində Z-in tapılma qaydası necə idi? Z bərabərdir kök altında R-in kvadratı üstə gəl XL minus XC-nin mötərizə kvadratı qiymətləri yazaq yerinə bərabərdir. Olacaq kök altında 6-nın kvadratı üstə gəlinsin 8-in kvadratı. Bunu hamımız bilirik ki, Pifaqordan da buradan çıxacaq 10. Deməli, Z-imiz nəyə bərabərdir? 10-a bərabərdir. Amma diqqətli olmağımız lazım olan nədir? Ampermetrin göstərişindən söhbət gedirsə, deməli, cəryan şəklinin təsir edici qiymətindən söhbət gedir. Təsir edici qiymət tapmaq üçün biz amplitud qiyməti kök altı 2-yə bölməliyik. Yəni, burada görürük ki, tənlikdə gərginliyin amplitud qiyməti nə qədərdir? UM nə qədərdir? 20 kökdə 2. Amma mənə U-nun özü lazımdır. U, təsir edici qiymət. Amplitud qiymətdən kök altı 2 dəfə azdır. 20 kökdə 2 bölünsün. Kökdə 2 verəcəkdir bizə 20. Bunu gətirirəm burada yerinə yazıram. 20 bölünsün. Z-i tapmışam. 10 bərabərdir 2 amper. Şagirdlər hər zaman diqqətli olmaq lazımdır. Cihazların göstərişi təsir edici qiymət deməkdir. Bizim məqsədimiz təsir edicini tapmaqdır. Və təsir edici qiymətlər amplitud qiymətdən kök altı 2 dəfə azdır. Nəhayət gəldik, çıxdıq sonuncu sualımıza. Gölün 50 metr dərinliyindəki tam təzyiq hesablayın deyir. Göl suallarında bilirsiniz, deyək ki, burada bir açıq su hövzəsi var. Açıq su hövzəsinin dibindəki təzyiqi tapmaq üçün, bu aşağıdakı təzyiqi. Biz buradakı, təbii ki, H hündürlüyündəki suyun təzyiqini tapmalıyıq. Bir də yuxarıdan atmosfer təzyiqi təsir edir, açıq səthdir. Ona görə də həm atmosfer təzyiqini, həm də hidrostatik təzyiqi toplamağımız lazım. Deməli, tam təzyiqi tapanda bərabərdir atmosfer təzyiqi. Üstə gəlinsin rho GH, o da bərabərdir. Atmosfer təzyiqi 10 üstündə 5 veriblər. Üstə gəlinsin rho 10 üstü 3, vurulsun J 10'dur. H-ımız da 50 metrdir. O da bərabər yaza bilərik ki, 10 üstü 5. Üstə gəlinsin 5 vurulsun. Baxın 3, 0, 4. 5, 0 da burada var. 5 10 üstü 5. O da bərabərdir. 6 vurulsun 10 üstündə 5
Pascal ümumilikdə təzyiq var. Bunu belə yaza bilərək ki, şagirdlər 600 kilo Pascal formasında da qeyd eləmək olar. Diqqətiniz üçün təşəkkürlər dostlar.